Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Ürək xəstəliyi artıq yalnız yaşlılar üçün təhlükə deyil, 30-40 yaşlarında gənclərə də təsir edir. Son illərdə əmək qabiliyyətli yaşlı insanlar arasında infarkt, insult və ürək çatışmazlığından ölümlər təxminən 5-1 artıb. Ölkə AZE bildirir ki, mütəxəssislər deyirlər ki, təhlükə çoxlarının gözdən qaçırdığı incə, lakin kritik simptomlardadır. Kardioloq professor Raşa Əllami mütəmadi olaraq sağlamlıq yoxlamalarının həyati əhəmiyyətini vurğulayaraq, infarkt xəstələrinin yarısında aşkar əlamətlər yoxdur. Bununla belə demək olar ki, hamısında diaqnoz qoyulmamış risk faktorları var, deyib. İnfarkt dedikdə ağla ilk sinə ağrısı gəlsə də mütəxəssislər başqa əlamətlərə də işarə edirlər. Gündəlik işlər zamanı nəfəs darlığı, gələn və gedən sinə ağrısı və qeyri-adi yorğunluq ən əhəmiyyətli qırmızı bayraqlar arasındadır. Qadınlarda ürək bulanma, həzmsizlik, baş gicəllənmə və bayılma ən çox görülən əlamətlərdir. Ürək sağlamlığını təhdid edən digər gözlənilməz xəbərdarlıq əlamətləri bunlardır. Diş əti xəstəliyi, diş ətinin qanaxması təkcə ağız boşluğunun gigiyena qaydalarının pozulmasının deyil, həm də ürək-damar xəstəliklərinin ilkin əlaməti ola bilər.